Ya Allah, ya Muhammed, ya Ali. Sizin hədislərinizə görə Peyğəmbər əzəldən var idi. Nə öz öldürürsən ki? Cəh rüayətçisi. Hə? Cəh rüayətçisi. Hoca soruş. Məndən niyə soruşsan akşam sabah Nurani dünyasından da? Ay Alparslan. Ay Allahdan qorx. Söhbəti Qəmbərov falan filan. Yəni deyirəm sizin hədisdə var elə hədisdə. Nə də ki bir dənə iftira atma. Qəmbərov əzəldən Allahla bərabər əzəldən olan bir şey vardı. Elə bir söz işlətmir. Allah cəzasın. Birinci məsələ, ikinci məsələdə mənə cavab ver görüm. Bu sonra sözün Allaha nisbət eləmək olmazsa, Allah da Taha surəsi 5-ci ayətdə deyəndə ki, sənin təbirindən danışıram ha, Allah öz zatı ilə ərşin üzərinə istiva elədi, qalxdı. Əraf surəsi 54-cü ayətdə ki, deyir ki, 6 günə yaradandan sümmə istəvə aləl ərş. Deyir, 6 günə yaradandan sonra qalxdı ərşin üstünə. Yaxşı, bu sonra sözün Allaha nisbət eləmək olmazsa, Allah niyə deyir ki, mən sonra qalxdım ərşin üzərinə? Yaradandan sonra qalxdım ərşin üzərinə. Maraqlı sualdır. Bax, mən bunu görürüm. Ərşə qalxmamışdan öncə ərşin üstündə deyildi Allah. Aha, bax, bu çox maraqlıdır. Alparslan nə cavab verər? Alparslan, inan ki, heç nəyə cavab vermir. Nə deyirsən? Təs gəlmirdi. Nə deyirsən? Bax, bir də deyirəm Alparslan, bu sonra sözünün, Allaha nisbət eləmək olmazsa əgər, yəni sonra sözünü işlətmək olmazdır, sonra ruzi verəndir, sonra yaradandır, bu şeyləri nisbət eləmək olmazsa, Allah Quran-ı Kərimdə özü deyir ki, sənin təbirinlə Ər-Rəhmən ələl ərşisi, Allah öz zatının ərşin üzərinə qalxdı. Əraf surəsi 54-cü ayətdə deyir ki, yeri göyü 6 günə yaradandan sümmə istəvə aləl ərş. Yaradandan sonra qalxdı ərşin üzərinə. Allah özü deyir ki, mən yaradandan sonra qalxdım ərşin üzərinə. Mustafa'nın deyir, nə başa düşmüşsən orada? Sonra sözün Allah öz-özünə necə nisbət edir? Nə başa düşmüşsən də deyil. Gəl görüm, nə başa düşmüşsən? Yox, ərşə qalxmamışdan öncə ərşin üstündə deyildi ki Allah. Yox, bildim də, mən başa düşdüm sən. O mən bilmirəm onu. Sən belə deyirən görüm, sən bilirsənsə, qeybdən bir xəbər gəlibsə, buyur, cavab ver. Yox, sual verirəm, suala cavab ver. Deyirəm də, bax, mən başa düşdüm, mən bilmirəm onu. Qardaş, Allahın zatının ərşin üzərinə qalxdığını Bu barədə, qulaq as, bildim. Biz bilirik. Belə deyirik, də. Allahın, Alparslan, Taha surəsi 5-ci ayəti başa düşmüsən? Bax, Taha surəsi 5-ci ayət, qoy oxuyaq. Rəhman ərşə istiva etdi. Qoy baxaq. Axı bilmir də, İbrahim qardaş deyir ki, bilmirəm yəni. Sən qardaşım bilmirsən, bayaqdan niyə deyir ki, sonra sözün mən nisbət Benim sənin kimi bilmədiylə ağzıma gələn danışım, səhərdən Allah Teala'nın olgunlaşdırdın, qocatdın, cavanlaşdırdın, nə bilim uşaqlaşdırdın, min oyun çıxartdın burada. Neyim sənin kimi ağzıma gələn danışım. Allahdan qorx, bayaqdan. Yəni hər kəsə, baş verdiyi sözlərin mənaları budur. Yo, bayaqdan. Dediğin sözlerin bu değil, Allah'ta bu yok idi, sonradan olgunlaştı mənasındadır bu. Bu söhbət fırladır. Senin dediğin söz, yani deyirsən ki, İraq, mən neynəməliyəm, bilmirəm nöqtəsində bilmirəmdir. Alparslan, aç Taha surəsi 5-ci ayətdə oxu, görün başa düşmürsən. Aç oxu, gözləyirəm. İndi sənin Fatihəvi verin, bax. Ha, sənin Fatihə 1-2 saatından verirəm, burada zaman cəbi də görür. Güzel Fatihə də verir. Əsas var, finish məsələləri, finishdir. Sonuncu knockout. Sonuncu time qalıb. Sonuncu oxu. İnşallah oxu dinləyirəm.